Xəstəmiz Azərbaycanın Cəlilabad rayonundan daxil olmuşdu xəstəxanamıza. 3 ildən çoxdur fibromiyalma xəstəliyindən əziyyət çəkir. Hal-hazırda fibromiyalma düyünləri həddindən artıq böyüyübdür. İntramural subseroz düyünləri vardı. Uşaqlığın həcmi 12 həftəlik hamiləlikdən də böyükdür və qərarı almışıq ki, uşaqlığını ekstirpasiya edək. Xəstə tam hazırlanmışdır. Bütün kriteriyalar əməliyyatın yararlı olacağına dəlalət edir. Əməliyyatın icrası artıq başa çatdı. Uşaqlıqda çox düyünlü, nekrozlaşmış fibromiyalma aşkar olundu. Uşaqlıq total sürətdə ekstirpasiya olundu. Əməliyyat texniki cəhətdən çətin olsa da, fəsadlaşma olmadı əməliyyat zamanı. Hal-hazırda biz əməliyyatın son etapını işləyirik. Ümumi vəziyyəti yaxşıdır, parametrlərin hamısı yaxşıdır. İnşallah yaxşı olar xəstəmiz. Çıxartdığımız preparatları da göndərəcəyik histoloji analizi. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.